Bayram günləri ərəfəsində yaşayış yerlərində, xüsusilə də çoxmənzilli binaların həyətindəki pirotexniki vasitələrdən istifadə vətəndaşların haqlı narazılığına səbəb olur. Bu məlumatlar əsasən yetkinlik yaşına çatmayan və azyaşlılar tərəfindən istifadə edilir. Əksər hallarda isə bədbəxt hadisələrə səbəb olur. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bölgə TV-yə bildirilib ki, pirotexniki, eləcə də yüksək səs yayıcı qabiliyyətə malik partlayıcı və tez alışan məmulatlar mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar siyahısına daxil edilib və qanunla satışı qadağandır. Aşkar olunduğu təqdirdə dərhal satışdan çıxarılır və həmin şəxslər barəsində qanuna müvafiq tədbirlər görülür. Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, təhlükəsizlik standartlarına cavab verməyən bu kimi vasitələr insan sağlamlığına mənfi təsir göstərməklə yanaşı, tez alışan maddə olduqları üçün ətraf mühitə də ciddi ziyan vura bilər. Ona görə də Daxili İşlər Nazirliyi hər kəsin məsuliyyətli davranışı ilə örnək olmağa çağırır. Rəna Rövşənqızı, BTV.